Salamlar əziz dostlar. Bu cələsədə bir ayrı aşıq havasının namuzişinə başlayırıq. Bu havamız Səlyan gözəlləməsi ya kəndimiz adına tanınan bir havadır. Bu hava Şirvan Aşıq Məktəbindən bir havadır. Segah dəstgahındadır. Kökümüz midi. Mənim sazımın kökü bu havada. Az simlər rədəfinə. Az simlər bu halətdə köklənəcək. Orta simlər bu halətdə və üst simlər. Keçək havanın namuzişinə əvvəl mizanımızı çalıram, sonra keçək namuzişinə. Bu çalğısıdır. İndi görək bunu nə halətdə çaldıq. Fada 2 mizrab rast çəp vuracağıq. Rast mizrabdan sonra bir dənə sol bemola işarə veririk. Sonra çəp mizrab fada vururuq. Bu halətdə fa fa. Əvvəl mizrabının işarəsi var. Aram desək bu halətdə olur. Fa vururuq, işarə veririk. Sonra çəpə vururuq. İdamədə bir ilə yenirik. Sol pərdəsində rastı vururuq. Bəs buracan olur. Fa fa sol. Fa fa sol. İdamədə la la sol olacaq. La 2 dənə rastı mizrabdır. İkinci barmaqla çalırıq. Hər ikisində də üçüncü barmaqla si bemola işarə veririk. Bu halətdə. Yəni rastı vururuq. Bir dənə işarə vurub çəkirik. Sonra yenə bir dənə də rastı vururuq. Bir dənə işarə veririk. İdamədə birinci barmaqla solda çəp mizrab. Bəs olur la la sol. Müntəha la'nın ikisində işarəsi var. İşarəsiz salsaq sadəsi ilə la çala bilək. Bu halətdə. İşarə vuranmayan dostlar elə sadə də çala bilərlər. La la sol. İşarəli belə olur. Bəs bu mizanımızı aramın çalsaq qurulu belə oldu. Fa fa sol la la sol. Bu halətdə oldu. Mizan-ı bədiyə gedək. Çalğısını çalım, sonra keçək bu mizanın namuzişinə.